Öncə xoş gəlmisən. Nə gözəl ki, sən bu günlərin vaxt tapıb gələ bildin. Ona təşəkkür edirəm. Demək, ən birinci sualım bundan başlayır ki, Seva ümumiyyətlə bu sənətə necə gəlib? Yolu hardan keçdi? Zamanla küçələrdə gəzəndə mənim saçlarım bu rəngdə idi. Hamı məni saxlayırdı, deyirdi ki, xanım saçlarınızı hansı usta eləyib? Başa düşmürdüm ki, necə yəni bu saçı yəqin ki, usta eləyə bilər. Girdim özüm və elə bir gün oturmuşdum Instagramda, qarşıma siz çıxsınız. Və orada yazmışdınız ki, model axtarılır və möhtəşəm ustaların seminarı olacaqdı. Gizlincə gəlib orada mən bir usta kimi özümü təqdim edib, oturub sizin seminara baxırdım. Və oradan sonra bir də ayıldım, gördüm sizin yanınızdayım. Deməli deyirlər ki, bəzən yalan da bax belə bir yola gətirib çıxır, amma yaxşılığa doğru olan ya. Yəni sən özünün həyatında belə bir dəyişik edin, balaca bir yalanla. Doğrudan da o günlər yadımdadır. Çünki gəlirdim, mən elə bilirdim ki, hansısa belə bir salonda işləyirsən və özünü elə təqdim eləmişdin. Yolumuz bir müddət tutdu. Bəli? Bəli, düzdür. Mən 15 dərs sizlə almaqla indi burada. Hə, bəli, kursuma ən birinci qoşulmuşdun və mən də bundan şərəf duyuram ki, bu gün belə parlamısan. Həmişə tələbələrimə də deyirəm ki, yəni bu mümkündür ki, bax belə siz böyük bir uğura nail olasınız. Seva, ümumiyyətlə mən onu demək istəyirəm ki, vurğulamaq istəyirəm ki, sən bu yola tam gənc, yəni 16-17 yaşından gəlmədin, bəziləri düşünür. Sənin sənətin tamam başqadır. Mənim sənətimə çox yaxındır, birinci sənətimə. Bu haqda biraz danış. Bəli, mən musiqiçiyəm. Müslüm Maqamayev adında orta ixtisas məktəbində dərs demişəm 22 il. 28 yaşım olanda qarşımızda bir bahalı bir salon açıldı. Mən yaxınlaşdım ora ki, artıq məqsəd görürdüm, qoymuşdum qarşıma ki, mən saç ustası olmaq istəyirəm. Çünki özümü orada görürəm. Yaxınlaşdım, dedilər ki, neçə yaşınız var? Dedim, 28 yaşım var. Ailəlisiz, o zamanlar ailəli idim. Dedilər, yox xanım, bizə ailəli və bu yaşda köməkçi lazım deyil. Məsuliyyəti yaxşı daşımır. Və o qapını çırpıb çıxanda bir dənə söz dedim ki, mən gələcəm. Çox möhtəşəm gələcəm, yəni bu sayədə. Və çox təşəkkür edirəm həmən ustaya ki, özü də bilmədən mənə çox yaxşılıq eləyib. Gülşən xanımla mən qarşılaşma səbəbim oldu ki, kiçik bir yalanla mən onun seminarında iştirak etməli idim. Çünki doğruları heç kim qəbul eləmirdi və mənə deyiblər 28 yaşında usta olmaz. Mən amma Gülşən xanımı 38 yaşında tanımışam. Və 38 yaşında o seminarın ən birinci yaxşı tələbələrindən biri olmuşam. Mən çox kövrəldim və yenə deyirəm ki, səndən qürur duyuram. Və bəzən xanımlar deyir ki, çətin qavrayıram və yaxud da ki, ailəliyəm, belə çətindir mənə. Sən 38 yaş olmağından başqa sənin 2 evlad uşağın var idi sən başlayanda və o gün yadıma gəlir ki, sən yaxınlaşdın və məndən soruşdun ki, Gülşən xanım, mən hər çansa pul qazana biləcəm uşaqlarımı saxlamağa. O günü tutdum əlimdən, dedim, Seva, əlbəttə qazanacaqsan, əlbəttə. Sən özünə vaxt ver və bugün onu qeyd eləmək istəyirəm ki, biz Seva elə bir uğur qazandı ki, demək, İspaniyada bizlə böyük bir tədbirdə iştirak elədi və həmin tədbirdə böyük kütlə insanlar gəldilər Seva xanımla şəkil çəkdirməyə. Çünki onun izləyiciləri idi. Mən də dedim, Seva, bunlar səndən nə istəyir? Yəqin saç düzümünü bəyəniblər və onlardan biri dedi ki, bəs biz bu xanımın izləyicisiyik. Yəni İspaniyada bir çox ölkələr gəlmişdi orada iştiraka. Mən səndən qürur duyuram. Və ən çətinliyin, ümumiyyətlə maneə sənə törədən insan olubmu həyatda? İlk başlayan gündən mənim əzizlərim, mənim atam, qardaşım mənim qarşıma şərt qoydular ki, ya biz, ya bu sənət. Mən sənətimi seçdim. Bilirdim ki, zaman gələcək, onlar məni anlayacaqlar. Mən çox imkanlı ailənin qızıyam. Qarşıma pullar da qoyuldu ki, sən ehtiyacın yoxdur bu işdə işləməyə. Mən razı idim. Günə 5 manat qazanırdım, amma özüm qazanırdım. Və mənə qarşıma qoyulan o pulun 1 manatını da dəyməmişdim. O 5 manatına 2 oğlum var. Hərəsinə bölürdüm, düşəcək qədər yemək alıb gedirdim evə ki, mən nə vaxtsa, nə zamansa gələcək, mən özümü burada görəcəm.
Və çox müayinələr evə bağladılar, qapını bağladılar, içəri çölə qoymurdular işləməyə. Yəni çox şərtlər qoyuldu. Hətta intihara belə gedirdim. Yəni o dərəcədə. O intiharı mən görəndən sonra qardaşım, atam heç nə demədi. Amma bugünkü gündə düşünürəm ki, onlar məndən fəxr edirlər. Çünki mən onların adlarını uca tutmuşam. Dünyanın bir çox ölkələrində tanınıram. Və başqa ölkələrdən də yanıma, məni deyib gəlirlər yanıma. Bunların bir çoxunda sizin seminarlara çox borcluyam. Çünki mən orada məktəbini oxudum. Bilirdim nə isə, amma məktəbini oxumaq, Gülşən Musayeva məktəbini oxumaq bu günə gəlir çıxardı. Təşəkkür 38 yaşında həm də. Təşəkkür edirəm və 38 yaşında bir insan ümumiyyətlə o insan ki heç vaxt tam sıfırdan başlayır. Gəl neçə il keçib Seva, bu 2019-cu il idi. Mənim ən birinci layihəm idi, məktəb layihəm idi və bu layihədə məhz Seva birinci kursumda iştirak elədi. Və bu 2019-cu, bugün 2026 ilə bu insan 1 milyona yaxın izləyici toplayıbdı sosial şəbəkələrində, istərindən sosial şəbəkələrində və bugün onun izləməsində 17 milyon, 20 milyon, 30 milyon izləmələr olur. Yəni bu böyük bir rəqəmdir. Təbii ki, ona görə də mən yenə də onunla fəxr edirəm və qeyd eləmək istəyirəm ki, bəs yaxşı əlindən tutan insan olubmu? İstər maddi, istər mənəvi həyatında ki, Seva, mən sənə kömək eləyəcəm, arxandayam, gəl bu sənətə gəlmək üçün kömək eləyəcəm. Yox, yalnız qarşımı kəsənlər olub. Yəni ancaq Allaha pənah deyib Qurban başlamışsın. olduğuma verdim ki, Allah məni heç vaxt darda qoymasın və qoymadı, çox şükür. Elə bir gün olub ki, sən düşünmüsən ki, bu sənlik deyil. Yəni nəsə alınmayıb səndə və geri dönmək istəmirsən. Yox, əsla. Olmayıbdır. İndi düşündüklərin nədir? Nə istəyirsən? Ümumiyyətlə müəyyən bir uğuru qazanmısan, tanınırsan. Məsələn, mən ətrafımdan soruşuram, hamısı qısa saç Seva, ağ saç, qısa saç Seva deyirlər. Tanınırsan. Nə istəyirsən ümumiyyətlə həyatdan? Hələ ki öz yerimdən çox məmnunam. İnşallah düşünürəm ki, mənim də sizin kimi nə vaxtsa, az da olsa, kiçik də olsa məktəbim olar. İnşallah. İnşallah. Gülşən Musayeva ilə baş-başa işləmək mənim üçün çox fəxrdir. Və hər zaman da sizin bütün dünyada adınızı hallandırıram ki, mənim ilk məktəbim Gülşən xanım Musayevadır. Çox sağ ol Sevinçka. Ümumi olaraq bu sualı vermək istərdim ki, sənin birinci müştərin, ən birinci müştərin yaddaşına gəlirmi? Bu sualı hamıya verirəm. Hal-hazırda da bugünkü günə qədər yanımdadır. Yadındadır. Həm də yanımdadır. Uğurlu alıb. Yanında. Bəli. Gəlir. Bəli. Nə gözəl. Bu hər ustaya qismət olmur ki, birinci. Və ən problemli müştərin kimlə ki böyük problem qalmaqal yaşamısan, nəsə alınmayıb, ruhdan düşmüsən, olubmu elə bir müştəri? Yox, 70 yaşında bir qadın gəlir və saçını necə lazımdır kəsdirir. 3 gündən sonra mənə zəng vurur ki, mən sizə halallıq vermirəm. Niyə xanım? Mən sizə oxşamağa gəlmişdim. Siz məni niyə özünüzə oxşatmadınız? Belə bir şeylər də var. Bax, bu gözəl vurğulanır ki, mənim düşüncəmlə tanınmağınızın ən birinci obrazınızdır ki, ən birinci səbəbi sizin özünüzün obrazınızdır. Çox qadınlar sizə oxşamaq istəyir. Siz buna necə baxırsınız? Qısqanclıq olmur ki, özünüzə oxşamaq və şəhərdə baxıram, görürüm çoxları artıq oxşayır. Bilirəm ki, sizin əlinizdən çıxır. Yox, mənim üçün də çox xoşdur ki, mənim özümə yaxınlaşırlar, xanım, sizə nə olacaq deyə. İlk öncə mənim şəkilimi göstərirlər və məni göstərirlər ki, mən sizə oxşamaq istəyirəm. Bu mənim üçün çox fəxirdir. Amma yaraşmayana da etmirəm. Artıq özünü tutmusan, yəni rahat işləyirsən, pulunu qazanırsan, hansısa bir qorxun varmı? Qorxu hissi. Yox, sadəcə heç kimlə işim yoxdur bu həyatda. Sadəcə öz işlərimi görürəm. Səndən də işlər baş qoşmuram. Məndən də. Mənə çalışsınlar, mənə dost olsunlar, düşman yox. Yeni başlayanlar üçün nə deyərdim? Bax, motivasiyalı ki, çoxları baxır deyir ki, Seva belə. Bəzi insanlar üçün fantastik gəlir də ki, yəni belə uğur qazanmaq, haçansa mən də çox pul qazanacağam və yaxud da ki, tanınacağam. Nə deyərdin onlara? Heç bir zaman gec deyil. Mən 38 yaşında mən qavramışamsa, nəysə, mən çətindən başlamışam, bilirsiniz də. Yəni yaş önəmli deyil. Sadəcə istəmək lazımdır. İstəmək lazımdır və məsləhətin nə olardı? Məsləhətin güclü olsun. Güclü olsunlar. Bəli. Heç nə ruhdan düşməsinlər. Mənim kimi güclü olsun.
Sən öz uşaqlıq sevəyə baxsaydın, yəni uşaqlıqda olan sevəyə baxsaydın, artıq bu həyatı keçmiş, çətinlikləri görmüş, ona nə deyərdin? Nə etməsin və yaxud nə etsin, nə doğru, nə yalan, ümumiyyətcə qucaqlasaydın, nə deyərdin ona? Bəzi özümə yaxın bildiyim insanları dinləməzdim. Bu sferada işləmək çox çətindir. Hətta təmiz adla, qürurla, ümumiyyətlə çox çətindir bu yerlərə gəlib çıxmaq. Amma mücadilə elədim. Və bir dənə də belə bir maraqlı sualım var. Onu özümə də verirəm, bəzi xanımlara da verirəm. Səncə gözəl ailə olması insanın və gözəl sənətkar, karyera yolundan yuxarı addımlaması bir yerdə mümkündür yoxsa yox? Yox, ikisindən birini seçməlisiniz. Nəyə qurban vermək lazımdır? Bax o da maraqlı. Ya pis olanı yola salmaq lazımdır. İşdə də ola bilər, ailədə də ola bilər. Ya mən sevgimdə, işimdə gördüm. Xoşbəxtliyi də burada gördüm. Pul da qazanıram burada. Ya mənim sevgim mənim işimdir. Mənim sənətim, mənim həyatımdır. Mənim həyatım, mənim sənətimdir. Ən böyük səhvin nədə olubdu? Kaş 15 yaşında başlayaydım. Kaş 15. Bunu mən də özümə çox demişəm. Kaş ki mən 15-16 yaşımda heç nə yox, məhz bu sənədə. Bizim biraz yollarımız da səndən oxşayırdı. İkimiz də musiqiçiyik. Kaş ki 16 yaşında başlayardım və elə bir sual var ki, sən istəyərdin ki, o sualı mən sənə verəm. Ürəyinizdən gələni versin. Elə bir sualın yoxdur da, yəqin Yəqin hamısını yox. vermişəm. Okey.